Nə problem var? Problem bir dənə idi, onu da həll elədilər də. Başqa? Başqa məsuliyyətsizlik var kütləvi şəkildə. Sosial media yoxsa ənənəvi media? Nəzərə alsaq ki, son günlər aləm dəyib bir-birinə. İkisinin sintezi lazımdır bu dəqiqə. Birinin etibarlılığı, digərinin operativliyi. İkisinin sintezi. Həm də bəlkə azadlığı. Düzdür. Amma azadlıq hərdən anarxiyaya çevrilir də. Sərhədləri Sənin başa düşməyəndə. azadlığın mənim azadlığımın başladığı yerdə bitir. Bunu başa düşməyəm. Sərhədləri başa düşməyəndə aləm dəyir bir-birinə. Aparıcı olaraq İslam nə istəyir? İnsan olaraq nə iş görürəmsə daha yaxşısını eləmək istəyirəm. Bu dəqiqə aparacağım, daha yaxşısını eləmək istəyirəm. Biraz sonra sual verəcəkdim, amma yeri gəldi. Bəs bir gün aparıcılıqdan getsən, nə işlə məşğul olarsan? Bilmirəm. Amma Fikirləşməmişsən. harada pul olsa yəqin ora gedər. Onda yaxşı pul verirlər indi. Pis deyil. Məbləğ Sir. konfidensialdır. Sükut, qaranlıq ya da işıqlı, aydın, açıq səma. Bir də rəqqasələr. Başqa nə? Bilirəm o sualı niyə verdim. Səhnədə işıq, tək qalanda sükut. Kamera qarşısında enerji, təklikdə sakitlik. Bəs rəqqasələr nə vaxt? Dostlarla. Nəyin yoxdur İslam? Nəyim var ki, özümdən başqa? Ev. Olacaq. Maşın. Var. Yaxşı. Şəhərdə ev, maşın, hansısa bir kənddə, kənd evi, kiçik, amma sakit və odun peçi, kombidən uzaq. Hansı daha çox yaxındır İslama? Əslində insanın təbiəti, ruhu onu ikincinə çəkir. Təbiət onu çəkir özünə. Amma fikirləşirəm, məndə o cəsarət, o ürək yoxdur, onu seçim. Ona görə bu dəqiqə kapitalizmin quluyuq. Həm də diksiya üzrə təlimçi. Olub. Hansı daha yaxındır? Aparıcı kimi fəaliyyət göstərmək, yoxsa bir diksiya üzrə təlimçi avtomatik pedaqoq olursan? Olub, amma indi yox. İndi jurnalistika daha çox mənə yaxındır. Aparıcılıq da jurnalistikadan əslində bəhrələnən bir sahədir mənim üçün bu dəqiqə. Bilirsiniz ki, show biznes yoxdur da məndə. Bəs aparıcılıqdan daha çox jurnalistikaya yaxınsan, yoxsa? Jurnalistikaya yaxın hiss edirəm. Yəni sadəcə aparıcı yox, jurnalistika. Mən özüm yazıram, özüm araşdırıram. Bu mənim üçün önəmlidir. Başqasının yazdığını danışmaq çox çətindir mənə. Kimə borclusan? Özümə. Amma daha çox potensialıma borcluyam. Buna elə xərcləməmişəm. Bəs kimə belə borclusan? Mən həmişə işləmişəm, qarşılığını almışam. Yəni, xüsusi bir borclu olduğum şey yoxdur. Mənbə yoxdur. Bəs kimdənsə pul alıb hal-hazırda borclusan? Var belə deyək. Banka var. Şəxslərə yoxdur. Bu dəqiqə verilişi dayandırıb, çəkilişi dayandırıb hara getmək və kimi görmək istəyərsən? Uşaqlığımı görmək istəyirəm. Onunla danışmaq istəyirəm. Onu həmişə istəyirəm. Maraqlıdır. Yəni hər şeyi yarıda qoyub qayıtmaq istəyərsən uşaqlığa. Yox, onunla bu dəqiqə söhbət eləmək istəyirəm. Ona bir-iki kəlmə demək istəyirəm ki, narahat olma, hər şey yaxşı olacaq. Qayıtmaq yox, qayıtmaq qəti istəmirəm. Həyat gözəldir.
Gözəl deyil, çətindir, amma xoşbəxtlikdə mən çətinliyi sevirəm. Mübarizə. Müharibə. Təşəkkür edirəm. Mən təşəkkür edirəm.